Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump keçən həftə sosial media platforması Truth Social'da 19 may saat 10:00-da Türkiyə vaxtı ilə 17:00 Rusiya dövlət prezidenti Vladimir Putinlə görüşəcəyini yazmışdı. Trump daha sonra Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşəcəkdi. Əvvəl Zelenski ilə görüşdü. Lakin CNN International'ın Ukrayna prezident administrasiyasına istinadən verdiyi son xəbər görə Trump proqramını dəyişərək Putindən əvvəl Zelenski ilə görüşüb. Putinlə telefon danışığı ilə bağlı hələ heç bir xəbər yoxdur. Ahay evdən açıqlama. Mətbuat katibi Leavitt Ukrayna-Rusiya müharibəsinin keçmiş prezident Joe Biden dönəmində başladığını xatırladaraq Ukrayna müharibəsi tıxanıb dedi və Putin müharibədən necə çıxacağını bilmir ifadəsini işlətdi. Leavitt Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiya tətbiq etmə ehtimalı ilə bağlı suala isə ikincil sanksiyalar da daxil olmaqla bütün variantlar masadadır cavabını verdi. Vance, tıxanmanın fərqindəyik. ABŞ vitse-prezidenti J.D. Vance də eyni vaxtlarda bildirdi ki, Ukraynada müharibə ilə bağlı danışıqlarda tıxanma vəziyyətindəyik. Əgər Rusiya sülhə hazır deyilsə və iştirak etmək istəmirsə, Amerika Birləşmiş Ştatları günün sonunda deyəcək ki, bu bizim müharibəmiz deyil.